Kreml üçün sürpriz plan. Tramp Rusiyanı tələyə saldı. İşə Türkiyə kritik mesajı ilə qarışdı. Amerika Birleşmiş Ştatları Prezidenti Donald Trump'ın Rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığının olacağı gözlənir. Bu onlar arasında sadəcə ikinci danışıq olacaq. Onların müzakirə edəcəyi mövzular kifayət qədər olsa da heç şübhəsiz aktual məsələ Ukraynada atəşkəsə nail olmaqdır. Qeyd eləyək ki, Amerika Birleşmiş Ştatlarının yeni siyasi kursunda atəşkəs rejiminin tətbiqi həm də Ukraynanın hazırki cəbhə xəttinin dondurulması, bu müddətdə ərazinin bir hissəsinin Rusiyanın nəzarətində qalması ilə barışmasıdır. Bu fonda regionda söz yiyəsi olan Türkiyənin bəyanatı maraq doğurub. Türkiyənin Xarici İşlər Nazirliyi Krım yarımadasının ilhaqının 11-ci il dönümü ilə bağlı bəyanat yayaraq bunu beynəlxalq hüququn pozulması olaraq qiymətləndirib. Sənəddə Ankaranın bu vəziyyəti qəbul edilməsi hesab elədiyi Ukraynanın ərazi bütövlüyünü, suverenliyini dəstəklədiyi qeyd olunub. Xatırladaq ki, Donald Trump Rusiya ilə Ukrayna arasında atəşkəs rejiminin tətbiq edilməsi ideyasını açıqlayandan sonra bir sıra görüşlər keçirilib. Ukrayna ilə Amerika Birleşmiş Ştatları nümayəndələrinin atəşkəslə bağlı razılaşmasından sonra əslində Rusiyanın da bir gün sonra adekvat reaksiya verməsi gözlənilirdi. Ancaq bu baş vermədi. Həmin görüşdən 3 gün sonra Vladimir Putin ammalarla dolu şərtlərini irəli sürdü. Bununla paralel Kurskda Ukrayna ordusunun döyüş tapşırığını yerinə yetirərək çıxdığına dair məlumatlar da yayıldı. Bu baxımdan Putinin Kiyevə qarşı 1000-dən çox Ukraynalı əskərin və hərbçilərin əsir düşəcəyi barədə blefi baş tutmadı. Çünki Zelenski hərbçilərinin ərazini tərk etdiklərinə dair bəyanat verdi. Rusiya iddia eləyirdi ki, Ukraynalılar Kurskda tam fiziki blokada vəziyyətindədir. Onların yalnız iki yolu olacaq: təslim olmaq və ya ölmək. Amerika Birleşmiş Ştatları Prezidenti Rusiya həmkarının bəyanatına qısa şərh verərək ümidverici, ancaq natamam adlandırıb. O, Rusiyanın düzgün işlər görəcəyinə ümid elədiyini bildirib. Donald Trump onu da vurğulayıb ki, Rusiya atəşkəslə razılaşmayıb, hərbi əməliyyatları davam etdirərsə, ona qarşı dağıdıcı sanksiyalar tətbiq ediləcək. Əsas məsələ Ukraynanın ərazi bütövlüyü və suverenliyidir. Atəşkəs rejimi perspektivdə bu amilə xidmət eləməyəcəksə, onda bütün cəhdlər vaxt itkisindən savayı bir nəsnə deyil. Belə görünür ki, Ukrayna Krımda daxil olmaqla Rusiyanın ilhaq və işğal elədiyi torpaqları atəşkəsdən, təhlükəsizliyinə beynəlxalq təminat aldıqdan sonra gələcəkdə diplomatik yollarla qaytarmaq niyyətindədir. Amerika Birleşmiş Ştatlarının dövlət katibi Mark Rubio ehtimal eləyir ki, sülhə nail olmaq üçün ilkin mərhələ atəşkəs, ikincisi isə vasitəli diplomatiyanın yardımı ilə ümumi danışıqların aparılmasıdır. Rusiya isə ilhaq və işğal elədiyi əraziləri geri qaytarına oxşamır, yaxud bu barədə açıqlama belə vermir. Əksinə, həmin torpaqların beynəlxalq miqyasda tanınmasına çalışır. Ancaq Azərbaycan da daxil olmaqla beynəlxalq ictimaiyyət Ukraynanın ərazi bütövlüyü və suverenliyinin tərəfdarıdır. Rusiya üçün döyüş meydanından da çətin diplomatik danışıqlar başlayacaq. Çünki Şimali Koreya, İran və başqa tərəfdaşlarının hərbi qüvvə texnikasından istifadə edərək cəbhədə üstünlüyə nail olublar. Ancaq diplomatiya sahəsində ona tərəfdaşları, müttəfiqləri yardım eləyə bilməyəcək. Danışıqlarda 3 tərəf olacaq: Ukrayna, Amerika Birleşmiş Ştatları və Rusiya. Moskvaya bu yolla Ukrayna torpaqlarını əldə saxlamaq çətin olacaq. Çünki Kiyevə NATO'nun qapısını bağlayırlar. Moskva isə bu məsələni əlində bayraq eləmişdi. İndi ondan da imtina edilir. Atəşkəs təklifindən sonra Rusiya cavab verməyə vaxtı çox az olduğu üçün seytnota düşmüşdü. Vladimir Putinin nüanslarla dolu açıqlamasından da bu görünür. Rusiya Ukraynanın kapitulyasiya eləməsini hədəfləmişdi. Ancaq bu da baş vermədi. İndi o geri, başlanğıc nöqtəyə dəvət ediləcək. Qayıtsa bir problem, qayıtmasa min bir çətinliklə üzləşəcək. Belə qənaətə gəlmək olar ki, Amerika Birleşmiş Ştatları Rusiyanı əcəb işə, tələyə salıb. Bunu Qərbin Rusiya Federasiyasını təxribata sövq eləməsi kimi də yozmaq olar. Bütün hallarda ölkə iqtisadiyyatına milyardlarla dollar məbləğində dəyən ziyan, minlərlə insanın ölümü, milyonlarla sakinin qaçqın, köçkün vəziyyətinə düşməsi, sənaye obyektlərinin, energetika stansiyalarının dağıdılması, xarabazara çevrilməsi, bir etnosun nümayəndələrinin bir-birinə düşmən kəsilməsinin, kilsələrinin ayrılmasının və başqa bu kimi bədbəxt hadisələrin baisi bir müharibədir. Belə güman eləmək olar ki, Prezident Vladimir Putin Amerikalı həmkarı Donald Trumpla dialoqu daha çox özünə haqq qazandırmaqdan başlayacaq. Sədrəddin İsmailov, Leyla Mehdi qızı, Report.